Aydındır. Və həmçinin ümumiyyətlə bilmək lazımdır ki, cənnətə və cəhənnəmə iman əhl-i sünnətin etiqadında əsasən 5 məsələyə imanla tamamlanır. Məsələn, necə ki, qədər məsələsi, qədərin neçə mərhələsi var və ya neçə mərtəbəsi? 4. Bunlardan biri naqis olsa, qədərə iman tam deyil. Bunlardan biri naqis olsa, ya sən Mu'təzilə məzhəbinə müvafiq olmusan, ya cəhmilərə, ya maturidilərə, əşarilərə, hər hansısa bir bidət firqəsinə müvafiq olmusan. Qədərin 4 mərtəbəsindən birində axsasan. Qədərə iman nə zaman tam, kamil olur? O zaman ki, qədərə imanın 4 mərtəbəsi ki var, bunlara tam, kamil şəkildə iman edəndən sonra. Cənnətə, cəhənnəmə iman da belədir. Cənnətə, cəhənnəmə iman 5 məsələ var. Əsasən 4-dür, birini özüm əlavə edirəm. Onlar hansılardır? Birincisi budur ki, cənnət və cəhənnəmin vəsfi ilə əlaqəli Quran və sünnədə səhih nə sabit olubsa onlara iman etmək. Ümumiyyətlə, cənnət və cəhənnəmin vəsfinə iman, bu tək cənnət cəhənnəmə aid deyil. Həmçinin mələklərə, həmçinin peyğəmbərlərə və digər məsələlər, bunlara iman 2 növdür. Var mucməl, var mufassal. Mucməl, yəni müxtəsər. Müxtəsər iman, bir də var mufassal, yəni təfsilatlı iman. Bunları biz bir-birindən ayırırıq. Təbii ki, burada Quran, yəni cənnətin, cəhənnəmin vəsfinə iman deyəndə ilk növbədə mücməl iman nəzərdə tutulur. Yəni, mömin iman edir ki, mücməl olaraq Quran və sünnədə, Allahın dinində cənnət və cəhənnəmin vəsfi olaraq nə sabit olubsa ona iman edirəm, ümumi olaraq. Amma təfsilata gəldikdə isə bu təfsilat, yəni təfsilatlı iman elmlə hasil olan imandır. Elmlə hasil olur. Aydındır? Kim məsələn cənnətin, cəhənnəmin vəsflərini oxuyur Quran və sünnədə, elmlə bunu bilir, artıq ona hüccət çatdı, çatmadı. Həmin o vəsflərə iman etmək ona fərz olur. Amma digərinə yox. Çünki bu təfsilatlı imandır. Və cənnət, cəhənnəm barədə onun imanı bu birisinin imanından çox oldu, olmadı? Çox oldu. Bu imanı artıran nə oldu? Elm. Və bu iman özü də 2 hissəyə bölünür. Bir var bu artım, kəmiyyətdə, bir var keyfiyyətdə. Aydındır? Bu həmçinin nəyin dəllidir? Onun dəllidir ki, o kəslər ki deyirlər, iman yalnız əmələ nisbətdə artır, bu xətadır. İman qəlbə nisbətdə də artır. İbrahim əleyhissalam Rəbbindən nəyi istəmişdi? Ölülərin dirilməsini. Bu əmələ nisbətdə olan iman, yoxsa qəlbə? Qəlbə. Məgər o iman etmirdi? İman edirdi. Ölülərin dirilməsini iman edirdi. Və o bunda yəqin idi, yəqin deyildi. Yəqin idi. Lakin bu yəqinlik hansı mərhələdə olan yəqinlik idi? İlmul yəqin. İlmul yəqin, yəni elmlə, vəhiy ilə sabit olan yəqinlik idi. Gözü ilə görməmişdi axı. Amma o Allahdan nə istəyirdi? Aynul yəqin. Və Allah azza və cəllə verdi onu ona. Kəhtdə qəlbi tam rahat olsun. Təbii ki, haqqul yəqin o zaman olur ki, insan özü diriləndə. Aydındır? Və belə. Və bu məsələ də belədir. Yəni, cənnət və cəhənnəmə iman 2 növdür. Var mücməl və bir də var müfəssəl. Əl-mühim budur ki, birinci, müsəlman cənnət və cəhənnəm barədə Quran və sünnədə səhih olaraq cənnət və cəhənnəmin vəsfi ilə əlaqəli nə varid olubsa, ona nə çatıbsa, ona iman edir. Bu bir. İkincisi, cənnət və cəhənnəmə iman tamamlanmaz o zaman ki, bugün dərsdə götürdüyümüz mövzu. O zaman ki, sən etiqad edəsən ki, əl-cənnətu və-n-nar məxluqətən, mövcudətən, əl-ən. Hal-hazırda cənnət, cəhənnəm nədir? Mövcuddur, var, yaradılıb. Buna iman etmək cənnət və cəhənnəm barədə imanın rukunlarından birisidir. Bu bir. İkinci, həmçinin etiqad etməlisən ki, cənnət, cəhənnəm əbədidir. Bəzi firqələr olub, məsələn, cəhmilər, Cəhmi ibn Safvan kimi, onlar etiqad ediblər ki, cəhənnəm əzabı sonda sönəcək. Cəhənnəm yəni əbədi deyil. Və cəhənnəm, cənnət barədə etiqadın əsaslarından, rukunlarından birisi də budur. Budur ki, etiqad edəsən ki, cənnət və cəhənnəm nədir? Əbədidir, fani olmayacaq. Və buna dair Quran və sünnədə nə qədər dəlillər? Allah azza və cəllə cənnət, cəhənnəm barədə danışır və sonra buyurur ki, xalidinə fihə əbədə. Orada onlar əbədi qalacaqlar. Və üçüncü məsələ hansı məsələdir? Etiqad etmək ki, Allah azza və cəllə
cənnəti və cəhənnəmi dolduracaq. Buna etiqad etmək cənnət və cəhənnəm barədə etiqadın əsaslarından birisidir. Nə üçün bilirsiniz? Çünki bu Quranda və sünnədə varid olub. Allahın vədi olaraq. Allah da vədinə xilaf çıxmaz. Ona görə insan buna etiqad etməlidir. Və bu cənnət, cəhənnəm barədə etiqadın rukunlarındandır. Ki, cənnət və cəhənnəm əhli ilə dolacaq. Allah Azze və Cəllə buyurur ki, vəd edir Quranda. Bir neçə yerdə gəlir. Bir yerdə yox, bir neçə yerdə. Ləəmləənnə cəhənnəmə minəl cinnəti və nəsə əcmain. Vəd edir ki, cəhənnəmi insanlarla və cinlərlə dolduracam. Allahın vədidir. Ona görə qiyamət günü cəhənnəmliklər cəhənnəmə atılandan sonra Allah Azze və Cəllə buyurur ki, və yevmə nəqulu li cəhənnəmə, biz qiyamət günü cəhənnəmə deyəcək, həlim tələt, doldun mu? Bu əsasdır, fikir ver. Çünki Allah bunu vəd edir. Doldun mu? Deyəcək ki, həl min məzid, yenə də var. Və Allah Azze və Cəllə Allahın adilliyinin kamilliyindəndir ki, Allah Azze və Cəllə heç bir şər, əməl etməyən kəsə zülm etməz. Ona görə cəhənnəmdə əzab çəksinlər deyə, cəhənnəm dolsun deyə ayrıca məxluqlar yaratmayacaq. Və öz qədəmini cəhənnəmə salacaq və cəhənnəm büküləcək və deyəcək ki, bəsdir, bəsdir, kifayətdir. Cənnətdə qalan boşluq üçün Allahın fəzlindən, lütfündən, rəhmətindəndir ki, yeni məxluqlar yaradacaq. Heç bir əməl etməmiş. Bəşər, insan övladı yox, başqa məxluqlar. Və Allah Azze və Cəllənin rəhmətinin və adilliyinin kamilliyindəndir. Fikir verdiniz, bu Quran və sünnədə varid olub. Ona görə bu cənnət və cəhənnəmə imanın əsaslarındandır. Ki, etiqad edəsən ki, cənnət və cəhənnəm dolacaq. Cəhənnəm o formada, cənnət də bu formada. Və bunu biləndən sonra ki, Allah Azze və Cəllə heç bir əməl etməmiş, bundan öncə yaradılmamış, varlığı olmamış məxluqları məhz cənnət üçün yaradacaq. Bunu biləndən sonra Allah Azze və Cəllənin şəfayəti ilə cəhənnəmdən çıxacaq, ləm ya'məlu lillahi xayran qat hədisini anlamaq bizə artıq çətin olmur. Keçən dərslərdə götürmüşdük. Allah Azze və Cəllənin rəhməti ilə bir qrup insan cəhənnəmdən çıxacaq, yanıb kül olmuş. O insanlar ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayəti belə onlara çata bilən deyil. Yalnız Allah Azze və Cəllənin rəhməti ilə çıxacaq. Allahın şəfayəti ilə. Kimlər də onlar? Hədisdə gəlir, ləm ya'məlu lillahi xayran qat. Allah üçün heç bir xeyir əməl etməyən insanlar cəhənnəmdən. Cəhənnəmdən çıxan son zümrədir. Son zümrə. Hətta onların boyunlarında həlqə olacaq, yazılacaq ki, Rəhmanın azadlıları. Və onlar bundan utanacaqlar cənnətə girəndə. Və Allah Azze və Cəllə onu da onlardan izalə edəcək, götürəcək. Bunu biləndən sonra artıq bunu anlamaq bizə çətin olmur. Yəni necə? Əgər Allah Azze və Cəllə rəhməti ilə cənnətdə boş qalan yerlər üçün yeni məxluqlar xəlq edəcəksə, öz rəhməti ilə cəhənnəmdə böyük bir müddət əzab çəkəndən sonra müsəlmanlardan təbii ki, söhbət müsəlmanlardan gedir. Bir zümrəni, hansı ki Allah üçün heç bir əməl etməyiblər, əməlləri la ilahə illallah olur. Çünki başqa hədisdə gəlir o. Allah Azze və Cəllə sonda onları çıxaracaq öz rəhməti ilə. Və həmçinin dördüncü əsas olaraq cənnətə və cəhənnəmə imanın rukunlarından, əsaslarından birisi də budur ki, biz etiqad etməliyik ki, cənnət nemətləri və cəhənnəm əzabından heç bir şey yer üzərində yoxdur. Onun mislində, ona oxşar, ona bənzər yer üzərində heç nə yoxdur bir şeydən başqa. O da həmin nemətlərin və həmin əzabın adı və salam. Ona görə İbn Abbas radiyallahu anhuma deyir ki, leysə fil cənnəti şeyun mimmə fid dünya illəl əsmə. Cənnətdə yer üzündə olan şeylərdən heç bir şey yoxdur. Addan başqa. Oxşarlıq yalnız addadır. Məsələn, cənnətdə nar olacaq, olacaq. Süd olacaq, olacaq. Bal olacaq, olacaq. Amma o bal, o süd, bizim bildiyimiz bal, süddür, cavab budur ki, yox. Yəni, təmiz ayrı bir şeydir, bəli. Yalnız oxşarlıq addadır.
keyfiyyətdə heç bir əlaqəsi yoxdur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i qudusda deyir ki, Allah azza və cəllə belə dedi. Mən salih qullarıma cənnət nemətlərini hazırlamışam. O nemətlər ki, la aynun ra'at və la uzunun səmiat və la xatara alə qalbi bəşər. Heç bir göz onu görməyib. Heç bir qulaq o barədə eşitməyib və o nemətlər heç bir bəşər övladının ağlına, xəyalına belə gəlməyib. Fikir verin. Yəni, məsələn, süd, bildiyimiz dünya südü. Biz onu görmüşük və elə nemətlər var, ola bilsin görməmişik, eşitmişik. Və elə nemətlər var, görməmişik, eşitməmişik, bəlkə də yoxdur, xəyal edə bilirik. Cənnət nemətləri o nemətlərdir ki, insan onu xəyal edə bilmir. Onu görməyib, heç bir göz və eşitməyib. Oxşarlıq yalnız addadır və sual verilsə ki, hikmət, səbəb nədir? Şeyxülislam İbn Teymiyyə rəhməhullah bunu açıqlayır. Yəni, səbəb nədir ki, Allah azza və cəllə cənnət nemətlərinin adlarını dünyada olan nemətlərlə müştərək edib. Deyib, cənnətdə sizin üçün salxımları sallanan banan ağacları, altından çaylar axan, yəni çay, banan, süd, bal və s. Zeyd, aydındır. Şeyxülislam rahimehullah deyir ki, çünki Quran və sünnə, yəni Allahın xitabı insana müvafiq olmalıdır. Bu zehni bir şeydir. Allah azza və cəllə öz kitabında cəhənnəm neməti olaraq, cəhənnəm əzabı olaraq, cənnət neməti olaraq başqa bir ad zikr etsəydi, o ad ki, insan onu təsəvvür edə bilmir. Məsələn, hər hansı bir söz deyil. Ağlımıza gələn bir söz, mənası olmayan. Heç insanın, Şeyxülislam rahimehullah belə deyir, heç insanın nəfsi ona can atardı, həmin nemətə. Təsəvvür edin, Quranda bir nemət zikr olunub, adı nəsə bir ad. Nə istəyirsən dinə? Özündən 2 dənə samiti, 3 dənə saiti qoy yan-yana, nəsə bir kəlmə dinə. Mənası olmayan bir söz. İnsan oxuyur, heç bir mənası yoxdur. Heç nə oradan anlamır. Heç insanın nəfsi ona çəkərdi, çəkməzdi. Ona görə Allah azza və cəllə yalnız adlarda müştərək edib ki, insanın nəfsi ona çəksin. Keyfiyyətə gəldikdə isə cənnət nemətlərinin və cəhənnəm əzabının dünyadakı əzabla, dünyadakı nemətlərlə heç bir əlaqəsi yoxdur. Sual, hətta cəhənnəm odunun yer üzündəki odla da əlaqəsi yoxdur və heç bir əlaqəsi yoxdur. Oxşarlıq yalnız addadır. Aydındır. Və bu 4 şeydir, yəni insan etiqad etməlidir qısa olaraq. Cənnət və cəhənnəm yaradılıb, hal-hazırda var və ikincisi, onların hər ikisi də əbədidir və üçüncüsü, Allah azza və cəllə hər ikisini də dolduracağını vəd edib və Allah vədinə xilaf çıxmır və dördüncüsü, cənnət nemətləri və cəhənnəm əzabı yer üzündə olan əzab və nemətlər arasında oxşarlıq yalnız addadır. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və sahbihi və səlləm.